Aha. Sənə deyir ki, Excel-də B1 xanasında olan dollar A2 üstəgəl dollar B dollar 3 üstəgəl C6 üstəgəl D dollar 1 üstəgəl 5 düsturu var. Həmin düsturu sən köçürməlisən hansı xanaya? Hər hansısa bir xana deyə özümüzdən. Köçürməlisən C3 xanasına. Köçürək. C3 xanasına bu düsturu köçürsək nə baş verir? Çox abituriyent əslində bundan çətinliyi çəkir bu sualı. Amma bunu izah eləmək lazımdır sadə formada. Burada C3 xanasına köçürəndə nə baş verir? Bax, gəl bir dənə qısa bir xatırlatma yazın bura. Verilmiş düsturu B1-dən C3-ə keçəndə nələr dəyişər? Müəllim, BC 1 sütun 2 sətir. Bəli. Bax, mən bunu belə qeyd edirəm. Artma ardıcıllığına gedəndə plus qoyuram, azalma ardıcıllığı gedəndə minus qoyuram. Deyək ki, C-dən B-yə gələndə minus qoyuram. Sütunlar üzrə. Sətirlərdə də məsələn 3-dən 1-ə getsə minus qoyardım. Amma burada artmaya doğru gedir. Yəni sütunlar sağa gedir də həmişə. Biz Excel-ə baxsaq həqiqətən praktik olaraq görərik ki, sütunlar soldan sağa doğru gedir. A, B, C, D, E bu şəkildə gedir. Bu deməli artıma doğru gedir. Eyni qaydada sətirlərə baxsaq, sətirlər 1, 2, 3 tapmaq asandır olsa da qiymətlərə uyğun bunu müəyyənləşdirmək olur. İndi bizə deyir ki, B1-dən C3-ə gedirsə nə olacaq? Mən deyəcəm plus 2, plus 1 sütun, birinci sütunu yazaq. Çünki B-dən C-yə gedir. Plus 2 nə olacaq? Sətir olacaq. Sətirlər də 1-dən 2-yə gedir. Müəllim, üzr istəyirəm, sözü kəsirəm. Video kayıt olunur. Necə? Heç kayıt olunur. Bəli. Hə, tamam, atarsın. Mən göndərəcəm ki, bu qayda yadında qalsın. Bax, burada indi biz baxsaq əməliyyatı. Nəyin qabağında dollar varsa, o dəyişmir. Ola bilsin, sətir ola bilər o, sütun ola bilər, yaxud ikisi də ola bilər. Burada baxırıq, dollar A. Onda biz avtomatik dollar varsa pas keç ona. Yazsan A. İndi 2-nin qabağında dollar işarəsi yoxdur. Biz nə demişdik? Sətirlər nə qədər artacaq? Sətirlər 2%, sütunlar 1%. Aha. Onda 2-dirsə bunların qiyməti 2% artır neçə olur? 4. Üstəgəl. Dollar B, dollar 3. Hamısının qabağında dollar var, pas keç. Elə belə də yazırsan. Bəzən qəbul imtahanında səni çaşdıra bilər. Bunu dollarsız verə bilər. Əsl. Dollar var, dolların qoyacaqsın. Yəni o variantı seçməlisən. Əks halda səhv gedəcək. Yəni necədirsə elə. Köçürüb sadəcə hesab əməliyyatı aparırsan. İndi C6 xanası var. C6 xanasında heç bir dollar yoxdur. Ona görə avtomatik düstur dəyişikliyinə bunlar uğramalıdır. Deməli B-dən C gedirdi, sütun 1% artdı. C-dən sonra nə gəlirdi? D gəlirdi. Deməli bu da artacaq. 6 sətir idi, 2% artdı, olacaq 8. Olur D8 xanası. D dollar 1. D-nin qabağında dollar yoxdur. Deməli sütun 1% artdı. D-dən sonra Y gəlir. Oldu Y. Sətri isə dəyişə bilməli, çünki qabağında dollar var. Dollar 1. İndi bir də abituriyentləri çaşdıran belə bir məsələ var. Sərbəst hədd dəyişir, yoxsa yox? Sərbəst hədd heç vaxt dəyişmir. 5-dir. Sətir necə dəyişilir, dəyişilsin. Sütun da dəyişilsin. Fərqi yoxdur. Sərbəst hədd 5 olaraq qalacaq. Deməli, biz B1 xanasında olan bu düsturu C3 xanasına köçürsək, belə bir dənə düstur alınacaq. Bu suallar fərqli formatlarda ola bilər. Hazır sənə xanaların qiymətlərini deyər. Deyək ki, B1-dən C3-ə köçürəndə qiymət neçə alınır? Gedib sonra A4 xanasında olan qiyməti qoyursan bunun yerinə, B3-ün qiymətini qoyursan, hesablayıb toplayırsan, deyirsən ki, C3-də deməli qiymət bu alınır. Bax belə. Tam məntiqi belədir. Bəli, mən çox sağ olun, tam başa düşdüm. Yəni, gördüyün kimi Excel-də bu 5 dəqiqəlik bir məsələdir ki, sadə formada anlamaq olar. İndi sən buradan suallarımı deyinən. Mən başa düşmək üçün də çox qalmışdı. Bunun izahı baxıb təzədən yazmalıyam.
Yaxşı, onda yazarsan olsa gələn dərs baxarıq onda oradan sonra. Ha,